Əslində mən elə bilmişəm ki, bu makadamiya fındığında selen var. Sən demə bunda deyilmiş, Braziliya qozundaymış. Götürüb buna da 11 manat pul vermişəm bazarlıqda. Bunun belə içərisində belə dəmiri də olur, belə sındırırsan, yeyirsən. Dedim də almağını almışam, sizlə bir yerdə sınıyaq. Başqa blogerlərdə görmüşdüm. Bu bilmirəm nədir. De budur bunun şeyi. Rus blogerlər də Azərbaycanlılar da desin çəkmişdilər. Bu belə bir şeydir. Gəl bir yerdə baxaq dadına. Uşaqların da xəstədir. Xəstəxanadan gətirmişəm. Sistem yoxdur öncədən. Sistem, dava, dərman. Da belə bir şeydir. Necə tatlıdır. İçərisindən də qəşəng iyi gəlir. Çox ləzzətlidir. Bax, buradan belə salıram. Nə qəşəngdir. Hə. Fidana sistem yazdı. Gündə 3 dəfə. Həftədə 3 gün ardarda. İncidə isə hələ aparıb rentgen salacağım. Rentgen nömrəsi sırası düşməyib də, hələ çatmayıb hələ. İndi aparacağım birazdan. Qızdırması var deyənəm, dedim mütləq rentgen olunmalıdır da. Xəstəxana dolu idi, dolu. Ay Allah. Bütün uşaqlar xəstədir. Qızdırmanı, hə. Hə. 38,5. Nə? Bəli. Səhətlədim işte axı. Qalxıb da. Xəstəxanaya gəlib gəlmişim, qalxıb. Analizat verdi orada. İndi aparacağım da. Durub qızdırma salan dərman verəcəm. Aparacağım. Buna isə o pulu verməyə dəyər. Qəşəng. İyi də qəşəng, dal da qəşəng. Salam, hər vaxtınız xeyir. 21-22 manatlıq demək olar ki, bir kişi almışam. 1-2 şey almışam. Kesin dəfə deyirsiniz ki, bir kişi almışam. Bəyəm kişini marketdə satırlar ki, alasan. Saçım zadımla yaman günlərim. Balaca bir dənə belə zəncəfil. Uşaqlarım xəstələnib. Ən azından inci xəstədir. Fidanı hələ bilmirəm. Sonra 3 dənə limon. Bu arada zəncəfil ilk dəfə dev alıram. 2 dənə sarımsaq. Dörd banan. Belə qəşəng. 5 dənə portağal. Mən uşaqlarım portağal çox sevirlər. Bilmirəm bunu nə qədər mandarin. Bir də burada qarasiyot. Belə qəşəng. Bilsiz nə bişirəcəm? Ərişdə. Adi su aldım inciyə. İçsin, sonra bu butulkaya su doldurup yanına qoyacağım ki, tez içsin. Bir dənə də mərci belə. Bayaqları mərci zakaz elədik, affadan. Oradan da qəşəng gəldi. 2 porsiya zakazdım, inciyə qəşəng oturdu, yedim. Mən belə yoxum da belə blender, onu əzəsən, içə qəşəng. Amma bununla da belə oldu. Belə, sizin uşaqlarınız da xəstələnib də, yəqin ki, bu virusdan tutub da. Necə sağaltdınız? Təbii yollarla yazın da mənə. Mən ballı su verirəm. Bir də belə meyvə, tərəvəz, subzad, belə şeylər. Üstüm nədir? Karbalarımızdan gəlin atalım. 1, 2, bir dənə 3. Gəlin birinci buradan başlayayım. Çünki burada mən halverim zadım var. O da mən qutqam yoldan. Ha, bu fidanındır. Ha, bir de bu mənim.
qəşəngdir. Nə qəşəngdir. Mən geyinəm bunu. Nə qəşəng durdu, baxın. Ay, çox qəşəngdir. Trendyol Milladı XL razmer olmalıdır. Aşağıda yazaram ölçüsün. Sonra bu da fidanın olmalıdır. Bu da məndir. 2 dənə də palibir vurmuşam. Bu da yoldadır, gələcək indi. Ay. Bu da belə. Mənə qaran yaraşır. Bu da 2XL-dir. 2XL bu da palibir isə bu. Bu isə sadəcə XL-dir. Sonra vaxt tıkanmış tez-tez göstərməyim. Bunu fidoşa almışam. Material nə gözəldir buna. Nə gözəldir. Qolları da belədir, barmağıdır, belə keçir. Ağ bir dənə prosta köynəkdir. İndi palibir almışam, onun altından geyinəyim. Belədir. Sonra bu palibiri bəlkə də tanıyacaqsınız. Trend palibiridir bu Millanın. Nə qəşəngdir. Çox qəşəngdir. Bundan qızlar hamısı geyinirlər. Bunu da fidan almışam. Belə. Çox qəşəngdir. Sonra burada isə mavi qoxuydu. Ritus. Bu belə bir dənə şeydir. Ritusdur. Bu belə bir şeydir. Ayağı belə də nazikdir ya, qalın deyil elə də. İçi biraz belə şeydir. Xovudur. Bir də tək xətdir. Bunu seçməklə almışam bunu. Vitaminlərində. Bir dənə magneziumdur. Deməli vitamin D'dir. B12 folik asiddir. Bunu set şəklində almışam. Bir dənə belə dəmirdir. Bir dənə belə omegadır. Dəqiqə. Bir şey. Omega 3'dür. İlk dəfə mən omega şey yiyəcəm. İçəcəm. Bu isə koloniyadır. Bunu həmişə hədiyyə qoyurlar. Deməli bunu mən tökürəm şeyin içərisindən, itirəm yoğurtun yarısını. İşte belə istəyicədə storyda paylaşacağım bunların hamısını. Bugün həm öz uşaqlarım xəstə olduğuna görə, həm də bacımın ailəsində uşaqlar özü xəstə olduğuna görə iri bir qazanla su pişirməyə qərarına gəldim. Mən keçən dəfə bu supla mukbang çəkəndə çox adam soruşmuşdu ki, bəs nə qəşəng alınıb da aynıra burada. Keçən dəfəsindən fərqli olaraq bu dəfəki supun içərisinə sarımsaq da əlavə elədim. Su pişirəndə həmişə elədiyim səhvlərdən biri o idi ki, kartofu atan kimi ardıca vermişeli də atırdım. Amma əslində vermişeli ən axırda kartof bişəndən sonra atmaq lazım imiş. Kartofum bərk qalır. Vermişeli tez bişirdi, kartof isə bərk qalırdı. Ona görə də yaxşı alınmırdı. Artıq bu işi çözmüşəm. Müxtəlif formalarda eləmək olur. Ən çox ləzzətli alınan mal əti iləndir. Bunun xırda-xırda, eyni bu reseptlə xırda-xırda küftələr atırsan içərisinə, çox qəşəng alınır və yaxud da mal əti ilə. Mal ətini ayrıca qaynadırsan, sonra didirsən, tökürsən içərisinə. Toyuq ətdən, indi onlar olmayan yerdə ən, deməli, başqa variantda toyuq döş ətini elədim bu günləri. Məsələn, evdə mal əti yox idi. Evdə ət olmayanda isə şeylə eləyirəm, pripravalarla. Suplar üçün olan xüsusi pripravalar var. Ondan yemək, duz, istiyot falan heç sən qarışdırmıram o zaman içərisinə. Sadəcə olaraq, deməli, bir qaşıq, bişənə yaxın 5 dəqiqə qalmış bir qaşıq priprava əlavə edirəm. İndi ölçüsünə baxır da biz 3 nəfərlik ailəyə bir qaşıq bəs edir. Bu formada bişirirəm. Çox ləzzətli alınır. Yəni xəstə adamın bilirsiz ki, ancaq canı sup istəyir. Belə sulu yeməklər istəyir. Dünən mərci bişirmişdim. Mərcini hamı bişirdiyi üçün bişirirəm. Sadəcə olaraq Trendyolda bəyəndiyim bir dənə blender seti var. İçərisində hər şey olan. İnşallah onu almağı planlayıram gələcəkdə. Onu alandan sonra mərcini bir dəfə sizə opşa hamısının içərisinə qatıb blenderləyib çəkib paylaşmağı planlayıram. Mən necə bişirirəmsə elə. Məsələn, mən mərci un qatıram. Ancaq hər qadın məncə qatmır onu deyəsən. Yəni, un qarışdırmasam duru olur da, belə deyim. Qovuranda. Xüsusi başqa formadan edirəm mən onu. Nəysə belə. Bu turşuları isə çox almışdım. Harca 1 kilo yaxın turşu almışdım. Onu belə marizlikada saxlayıram. İzləyicimin çoxsu dedi ki, onu duzlayıb da saxlaya bilərsən çöldə. Ona isə mən ərindim, prosta atdım marazlikə ilə işlədirəm. Çox almışam deyənə, yeməkləri də çox atıram ki, tez bitsin. Axırda isə belə bir sup alındı. İstəsə sizə pişirə bilərsiniz. Bizimkilər çox bəyənirlər.
Ay Allah, dünəndən bəri nə qədər belə kommentlər alıram. Niye Baturay ne? Bir yaşıma daha girdim. Niye Baturay dedi? Ki, Niye Baturay? niyə kuxnaya paltar sərmisən? Bu kadar mı? Ben Neden sıkıldın? senin istediğin gibi bir adam olma oyunundan sıkıldım. Bax bu, Ne yapayım? İşte öyle serseri. bu kofta da orada asılmışdı. Yani gayet de memnunum bu arada. Soğan iyi gəlmiş. Ya ben Rahat kuxnaya paltar asa bilərik. Zaten bir kez gelip gidiyoruz işte. Mən zaten bilirdim də kuxnaya paltar asan deyəcəm. Hayat bitti, geçmiş olsun. O arada ne yaşadıysan yaşadın artık. Yani şimdi bu kadar kısa bir an için ben dünyanın yükünü Bu da topkada yükünü pişirmişəm. yükleyip sırtlamak istemiyorum ya. O senin Oo, qaynar deyə onu necə soydum, yeyim, acmışam da. Bu gün heç yeməmişəm tamam ki. anladık, güzel kadınsın. Sesin güzel, gözlerin güzel. Arada Axşamınız xeyir. 65 manatlıq gəlin görə bir marketdən nə sifarişləmişəm. Həmişə mən bu salfetkadan alıram Elpak. İçində 500 dənədir, çox sərfəlidir. Molpet gecə 16 dənə. Sonra Sleepy 20 dənə uzun. Sonra yenə Molpet, bu da uzun 20 dənə. Sonra bu isə 24 dənə normal. Oy Allah. Buradan ben qəşəng iyi gəlir. Yenə Sleepy uzun. Bu da neçə dənədir? Nə bilim o. 18 dənə. Mətbəx üçün olan Sleepy salfetkadır bu. Bunlar qadın bezləridir. Bu salfetkadır. Mətbəx üçün olan içində 50 dənə olur. Görün nə qəşəng rəngi var. Bu isə lavanda kokuludur. Adi təmizlik üçün salfetka Sleepy'dir. Burada deməli Sleepy 10 dənə Maxi Pet, qadın pelidir bu arada. Bu da 10 dənə normal. Mən niyə də vurmuşam? Baxadım ona. Bu isə okyanus kokuludur. Sleepy'nin yeni versiyalarıdır. Bu arada yenidir, mən indi görürəm. Bilmirəm. Bunlar depodur da dostlar. Nə bilim. Uzun müddət işlədəcəm. Bu isə belə 3 kiloluq Ariel'dir. Lenor tərkiblidir. Bu da familyanın belə 2 qatlı tualet kağızıdır. 32 dənədir. Belə. Siz mənim Trendyoldan aldığım son alış-verişə baxarkən mən sizə dünən axşamdan bəri beynimi qurcalayan bir məsələ barədə danışmaq istəyirəm. Üstüncə sağlıq, mən də uşaqlardan xəstəlik mənə də keçib deyəsən, özümü heç yaxşı hiss eləmirəm. Gecə yata bilmirdim, dərin bir sözlə. Qarşıma kəşf etdim. Bir xarici bloger çıxdı, rus dilli bir xanım idi. Deməli, bu xanım hal-hazırda nişanlıdır və 9 aydan çoxdur ki, depressiyadadır və depressiyadan kökəlib eləyib belə. Səbəbini demir niyə depressiya düşdüyünü, sadəcə nə qədər antidepressantlar atdığını falan xeyri olmur da, yəni. Hal-hazırda deyir, saçını göstərir ki, neçə günüdür saçımı yumuram da, yəni o dərəcədə. Çox da gözəl bir qızdır. Bu başqa bir videosunda nişanlısı necə tanış olduğundan danışır. Deməli, bu Instagramda da bu video paylaşılmış, axı blogerdə dediyim kimi. Heç mən Instagramda baxmadım, TikTokda baxdım. Deməli, buna bir video kəşfətə düşər, orada hardasa buna bir xeyli izləyici gələr. Bunların içərisindən bir dənə profildən bunun xoşu gələr, iki xeylağından. Bu da onu geri takip eləyər. Nəysə, bunlar, oğlan başlayır bunu
6 ay boyunca heyt eləməyə. Yəni heyt bilsiz nədir? Yəni ağzına gələni yazmağa da, bunu story yanıtlarına, bunu rəylərinə filan. Qız da deyir ki, mən deyir, bunu bloklamırdım deyir. Baxdım ki, deyir, yaraşıqlı adamdır. Üstəlikdə xaricdə mənə neçə min kilometr uzaqdadır. Düşündüm ki, alınası məsələdir. Amma da yenə də geri takibdən çıxdım. Nədir, onu blokladım. Elə qaldı eləncinə. Elə oldu ki, bir dəfə deyir, mən bunu artıq əsəbləşdim, bezdim. Bütün skrinləri falan hamısını storyimdə paylaşdım. Bunu biabır elədim. Bundan sonra bunun mənə qarşı şey dəyişdi. Başladı biz bununla danışmağa. Və mən başladım, gördüm ki, mənə bundan xoşum gəlir. Sonra deyir, bu mənim olduğum şəhərə gəldi görüşmək üçün. Sonra bir dəfə görüşdük, ondan sonra daha da aramız yaxşı oldu. Və belə münasibətimiz davam elədi. Hardasa 2 ildən çoxdur münasibətləri var. Hal-hazırda nişanlıdırlar. Və oğlan deyir, münasibətimiz deyir, bir müddət davam edirsə, mənə təklif elədi ki, işi at, gəl mənə yanma. Mən də deyir, həmin bu oğlan mənə 6 ay boyunca heyt eləyən zaman, mən də deyir, öz həyatımı qururam, işimi qururam, şəxsi həyatıma qaydasını salmağa çalışıram. Nəysə belə, indi hal-hazırda o qız işini atıb gedib oğlanın yanına orada yaşayır. Və çox maraqlı bir şəkildə bu qız depressiyadadır. Mən düşünürəm ki, o oğlan elə hələ də ondan, məncə o oğlan narsistdir və ondan hələ də əzir. Sadəcə qız onun fərqində deyil. Siz bəs bu barədə nə düşünürsünüz? Mənə rəylərdə yazın zəhmət olmasa. Çox maraqlıdır mənə bu barədə. Məsələn, bugünkü günümü deyim. Məsələn, bu gün mən nə eləmişəm? Səhər durmuşam saat 9-da. Getmişəm xəstəxanaya. Uşaqların kağızını almışam. Məktəbə verməyə. Orada gözləmişəm. Su yükləmişəm. Öyle bazarlıq eləmişəm. Uşaqların müəllimlərlə danışmışam. Evə gəlib uşaqlara tost eləmişəm. Hər gün orta saat indi 2 olmayıb hələ. Sonra bir-iki dəfə paltar dəyişmişəm. Paltar qatlalamışam. Kartoşka qızartmışam. Azdır. I'll